Fermerin çörək ağacı. Traktoru kanala saldım. 5900 manat ilk ödəniş ödəyirsiniz. Aşağı yeri var. Kənd həyatı bax budur. Motoru gec dağılsın, hə? Belə deyirlər. Müştərilər gələndə onları gül çiçəklə qarşılayırsınız. Bəlkə bu dəfə sizə Lovol traktorlarını sahədə işləməyini göstərim. Hazırsınız? Bəh. Assalamu aleykum qardaş. Xoş gəlmisiniz. İndi nədir mövsüm? Basalyanda nə iş görür cəmaət? Pambıq mövsümüdür. Hə, pambıq əkirlər. Bəli. Bir də ot biçimi var da, düzdür? Bəli. Ot biçmək üçün bizdə hal-hazırda yəni kampaniyamız var. Yəni adı nədir kampaniya? Üçü birində kampaniyasıdır. Lovolun 504 modeli, ot biçən, bir də dırmıq kampaniyasıdır. Üçü birində budur. Bəli. Üstündə başqa nə verirsiniz? Təbii ki, üstündə 40% dövlət güzəşti var. Təbii ki, 40% dövlət güzəşti. Cəmi cümlətanı 20% fermer pul ödəyir. Bəli. İlkin ödəniş. 504 neçə at gücüdür? Burada 50 at gücündədir. Bunun üzərində ot biçənimiz və dırmığımız. Nə qəşəng ot biçən. Qardaş ölkənin istehsalı. Əla. Bizim bütün Lovol modellərimizdə 1 illik filtr dəsti üzərində hədiyyə verilir. Elvi, Salyanda hansı kənddə müştəriniz var? Bir dənə zəng eləyək. Gedək bu Lovolu sahədə görək ki, nətər işləyir. Cəmaata da göstərək. Firuz bəy var, Xələc kəndindəndir. Firuzu yığırıq. Firuz bəy salam. Salam. Prior Leasingdən Ülvidə sizi narahat edən. Buyurun mənim. Firuz bəy hal-hazırda kənd adamı bizim yanımızdadır. Biz burada texnikalarla onları tanış etdik. İstədilər ki, müştərimizin də yanına gedib texnikanı necə istifadə edirlər, hal-hazırda nə işlə məşğuldurlar, onları bilsinlər. Qonaq qəbul eləyirsən, qardaş? Problem yoxdur, gözüm işte yeriniz var. Gözdə kənd adamını. Kənd adamı Salyanın Xələc kəndinə gəlir. Hoppa! Bayaq o telefonla zəng elədi, Firuz. Firuzun traktoru burada Lovol işləyir. Qəşəng sahəsi var. Nə iş görür Firuz burada? Kənd adamı da burada iş görə biləcək, yoxsa yox? Hoş gəlmisiniz, necəsiniz? Firuz, nə var, nə qardaş? Sağ olun kənd adamı, təşəkkür edirəm. Sizi izləyirəm TikTok'da. Hə, izləyirsən? Bəli. Çox xoşdur, izləməyin xoşdur. Ay Firuz, traktoru təzə almısan? 25 gündür. Təzədir ki, nətərdir, yaxşıdır. Çox gözəl, qəşəng. Sənmi denə, nə yəni? Yox, tam sən. Mən buradayım deyə demə, yəni Yox. yaxşı döyürsə, keyfiyyətli döyürsə, denə ki, yaxşı döyür. Yox, düzünə çox keyfiyyətlidir, özü də servis də qəşəngdir. Bura yonca sahəmizdir. Nə qədərdir, neçə hektardır? 3 hektardır. Neçə ildə əkirsən buranı? Bura 5 illik yoncadır, ondan qabaq arpa buğda olmuş. Yaxşı, kənd adamının bir dənə xüsusiyyəti var da, sən məni izləmirsən TikTokda. Bəli, Mən gəldimsə sahəyə nə etməliyəm? işləməlisin. İşləməliyəm. Bir iş tapşıra bilərsən mənə? Buranı bitsəz yaxşı olar. Qəşəng. Rahatlığa bax sən. Sarı kaldı, sarı da teş var. Sarı teş var. Ama olan şeyi də öyrənəcəm, hə? Firuz, indi özüm çalışacağım, çıxardım bunu buradan. Qəşəng. Elə bilsin, traktor sürmək asandır. Hər işin öz peşəkarı var da. Bəli, professionalsınız. Hələ professional deyiləm, öyrənəcəm. Adam o sükanın arxasına keçəndə traktorun başa düşür ki, burada nə qədər əziyyət var. Yəni bu sahədə hələ bu nədir ki, müəyyən bir ərazini mən yoncasını biçdim. Siz yığacaqsınız, quruyacaq. Əziyyəti çox. Texnika ilə rahatdır, təbii. Texnika fermerin dostudur da. Amma ən çox xoşuma bir nə gəldi? Mən tərləmədim. Bilirsən niyə? Kondisioner var idi. Bəli. Çox rahatdır, həqiqətən. Qardaş, bərəkətli olsun işin. Çox sağ olun. Sən o zəhmətkeş əlini sıxıram. Çox sağ ol. İş avandlığı arzulayıram. Sağ ol. Bütün işlərin yağ kimi geçsin, qardaş. Sağ olun. Əsl kənd adamı sənsən, sənin kimi insanlardır. Elə mən də çalışıram ki, kənd adamlarını təbliğ eləyim. Sağ olun kənd adamı. Oldu. Təşəkkür edirəm. Sağ ol. Çox sağ ol.